Əgər zamanı geri qaytara bilsəydim və yenidən məktəbli bir şagird olsaydım, yəqin ki, bəzi şeyləri fərqli edərdim. Hər kəs salam, mən Dəniz, Hong Kong Universitetində kompüter elmləri ixtisası üzrə təhsil alıram. Dünyanın ən top universitetlərindən birinə qəbul olduqdan sonra, ümumiyyətlə xarici təhsil prosesini gördükdən sonra və müxtəlif insanlarla tanış olduqdan sonra insan fərqinə varır ki, məktəbdə çoxumuz bəzi vacib şeyləri gec anlayırıq və ümumiyyətlə diqqət yetirmirik. Bugün videoda istəyirəm ki, bu bəzi vacib məqamlar haqqında danışaq. İlk öncə başlayaq ən önəmli məqamlardan biri dil öyrənmək. Çalışın ki, dil biliklərinizi mümkün qədər tez bir şəkildə inkişaf etdirməyə çalışasınız. Düzdür, biz 11 il boyunca ingilis dili keçirik, amma bu 11 ilin sonunda bizim ingilis dili səviyyəmiz maksimum A2, B1 səviyyə olur. Hansı ki, bu səviyyə nə xaricdə təhsil almaq üçün universitetlərə, nə hər hansı bir beynəlxalq layihələrdə iştirak etmək üçün yetərli bir səviyyə deyil. Normalda sizdən B2, C1 səviyyələr tələb edilir və bunun üçün də çox çalışmaq və əziyyət çəkmək lazımdır. Ona görə də mümkün qədər tez bir şəkildə ingilis dilinizin üzərinə düşün və inkişaf etdirməyə çalışın. Bundan əlavə olaraq sizə tövsiyəm əlavə bir dil öyrənməkdir. Hal-hazırda əslində bir çox insan artıq ingilis dilini bilir və artıq əlavə dil bilmək sizin üçün daha böyük üstünlük təşkil edə bilər. İkinci mövzu, bütün vaxtınızı təkcə məktəb, dərslər və hazırlıqlara ayırmayın. Mütləq şəkildə əlavə müəyyən sosial həyatınız olsun. Fərqli sosial fəaliyyətlərə qoşulun. Bu könüllülük layihələri ola bilər, hər hansı müxtəlif tədbirlər ola bilər, fərqli yarışlar, klublar. Özünüz kiçik bir proyektlər, layihələr yarada bilərsiniz. Bunun üzərində işləməyə başlaya bilərsiniz. Bilirəm ki, məktəbli şagirdlər hal-hazırda çox könüllülük layihələri tapa bilmir, çünki yaşları çatmır. Amma onun əvəzinə siz özünüz kiçik müəyyən proyektlər, layihələr yarada bilərsiniz. Məsələn, kimsə kitab klubu aça bilər və yaxud da tamamilə başqa bir mövzuda kiçik öz məktəbinizdə klublar aça bilərsiniz. Bu formada belə özünüzü sosial cəhətdən inkişaf etdirə bilərsiniz. Və bütün bu layihələr sizin sosial bacarıqlarınızı, İnsanlarla ünsiyyət qabiliyyətinizi, komandada işləmək bacarığını, problem həll etmə bacarığınızı hər birini inkişaf etdirəcək. Universitetə qəbul zamanı ümumiyyətlə gələcək karyeranızda bütün bunların dəyərini çox yaxşı şəkildə anlayacaqsınız. Növbəti məsələ ixtisas seçimini son ilə saxlamamaq. Bir çoxumuz 11-ci sinifdə artıq qəbul imtahanları, din və s. yaxınlaşanda mən hansı ixtisası yazacağam, mən nə olmaq istəyirəm və s. deyə düşünməyə başlayırıq. Mən başa düşürəm ki, 16-17 yaş gələcəyimizin ixtisasını təyin etmək üçün çox tez bir yaşdır, çox kiçik bir yaşdır. Amma belə tələm-tələsiyə düşmək, birdən-birə hər hansı bir random bir ixtisas seçmək əvəzinə çalışın ki, siz bu ixtisasları araşdırasınız. Məsələn, 10-cu sinifdə, 9-cu sinifdə sizin kifayət qədər vaxtınız var. Elə 11-ci sinifin əvvəlləri olsun. Oturun, bütün ixtisasları araşdırın. Baxın, görün sizə hansı ixtisas daha uyğundur. Siz hansı ixtisasda özünüzü görürsünüz. Yəni ki, bu ixtisas seçimini ən son momentə, son dəqiqəyə heç vaxt saxlamayın. Yəni ki, mütləq şəkildə heç vaxt bu ixtisas məsələsini boş verməyin və yaxud da gözləməyin ki, kimsə sizin əvəzinizdə ixtisas seçəcək. Bu belə olmamalıdır. Siz özünüz öz gələcəyinizi qurursunuz və buna görə də araşdırma etməyi bacarmalısınız. Növbəti məsələ, bu fən mənə lazım olmayacaq, mən bu fəndən imtahan verməyəcəm, ona görə də bu dərsi oxumuram deməkdir. Mən başa düşürəm ki, hal-hazırda məktəbdə, yəni bu ümumiyyətlə təhsil sistemimiz elədir ki, mütləq şəkildə hansı fənlərdən imtahan verəcəksinizsə onlara fokuslanırsınız. Amma düşünürəm ki, müəyyən qədər də olsa, az da olsa bütün digər fənlərə də vaxt ayırmaq lazımdır. Ən azından özünüzün dünya görüşünü artırmaq üçün. Məsələn, siz birinci qrupa hazırlaşırsınız, deyirsiniz ki, mən fizika, riyaziyyat oxuyacağam, informatika oxuyacağam və başqa heç bir şey oxumayacağam. Amma bu belə olmalı deyil. Sizin həm öz tarixinizdən də xəbəriniz olmalıdır, həm ədəbiyyatınızdan da xəbəriniz olmalıdır, coğrafiyadan mütləq xəbəriniz olmalıdır. Deyək ki, siz gələcəkdə xaricə gedirsiniz və yaxud da elə öz ölkənizdə təhsil almağa davam edirsiniz. Hər hansı deyək ki, xarici bir insanla tanış oldunuz. Bu zaman həmin insana siz öz ölkəniz barəsində məlumat verməyə bacarmalısınız. Sizin öz ölkənizin tarixindən xəbəriniz olmalıdır. Öz ölkənizin coğrafiyasından, ədəbiyyatından xəbəriniz olmalıdır. Yəni ki, bu ən azından minimum müəyyən elementar şeyləri bilmək lazımdır. Ümumiyyətlə təkcə digər insanlara görə yox, sizin özünüzə görə, özünüzün inkişafına görə çox önəmli bir məqamdır. Növbəti məsələ, özünüzü heç vaxt başqaları ilə yox,
özünüzlə müqayisə edin. Xüsusən də sosial şəbəkələrdə hər kəsin həyatı ideal görünə bilər, amma realda elə olmur. Və yaxud da deyək ki, siz görürsünüz ki, falan bir şagirdin çox yüksək nəticələri var və başlayırsınız özünüzlə müqayisə etməyə. Düzdür, bu bir tərəfdən yaxşıdır ki, özünüzdə bu nüansı görürsünüz ki, mənim inkişaf etdirməli olduğum müəyyən tərəflərim var, amma bunu digər bir insanla müqayisə edərək etməməlisiniz. Özünüz üzərində, özünüzün əvvəlki səhvlərinə baxaraq inkişaf etməlisiniz. Məsələn, siz hər hansısa bir imtahandan aşağı nəticə toplamısınız. Fikirləşməkdənsə ki, filan kəs məndən yaxşı yazıb, məndən yaxşı oxuyur və s. Oturun bir öz nəticənizə baxın, öz imtahanında elədiyiniz səhvlərə baxın ki, mən hansı hissələrdə zəifliyim var, hansı hissələri inkişaf etdirməliyəm və daha sonra başlayın bunları özünüzdə düzəltməyə. Yəni siz oturub ancaq şikayət eləsəz ki, məndə alınmır, falan kəsdə alınır, o çox ağıllıdır. Əlbəttə ki, siz irəli getməyəcəksiniz. Çalışın ki, həmişə dediyim kimi öz səhvləriniz üzərində işləyin və öz səhvlərinizə əsasən özünüzü inkişaf etdirməyə çalışın. Və son mənim məsləhətim, çalışın ki, bacardığınız qədər çox müəyyən yeni biliklər və bacarıqlar öyrənin. Bura nələr daxildir? Hal-hazırda bilirik ki, süni intellekt dövrüdür. Buna görə də siz ən azından bu süni intellekt proqramlarından və s. istifadə etməyi bacarmalısınız. Kompüterdən rahat şəkildə istifadə etməyi bacarmalısınız. Yəni bunlar hal-hazırda elə şeylərdir ki, siz bunun üçün oturub xüsusən bir hansısa kursa getməli deyilsiniz və yaxud da oturub yəni dəhşət çox bir effort sərf etməli belə deyilsiniz. Yəni biraz kompüter qarşısında oturub müəyyən araşdırmalar etsəniz, artıq hər şeydən yavaş-yavaş baş çıxartmağa başlayacaqsınız. Bunlar elə şeylərdir ki, hal-hazırda dövrümüzün minimal tələbləridir. Yəni bu süni intellekt proqramlarından istifadə edə bilmək, adicə minimal Microsoft proqramlarından istifadə etmək, yəni Word-də, Excel-də və s. işləməyi bacarmaq hər biri hal-hazırda minimal tələblərdir. Adicə məsələn hər hansı bir təqdimat hazırlamaq olsun, həmin bu təqdimatın dizaynıdır və s. Çalışın ki, bu mövzularda özünüzü biraz inkişaf etdirəsiniz. Çünki bu sizə hər zaman lazım olacaq. İstər universitet həyatınızda, istər gələcək iş həyatınızda qarşınıza çıxacaq və fikirləşəcəksiniz ki, yaxşı ki, mən bunu gənc olanda artıq öyrənmişəm. Dostlar, bugünlük bu qədər. İzlədiyiniz üçün çox sağ olun. Növbəti videolarda görüşərik.